Peşəkar Futbol Liqası yarananda klubların sayı da yetərincə var idi və çempionluğa oynayan komandaların sayı daha çox idi. Və heç vaxt unuda bilmərəm ki, mən stadiona daxil olanda azarkeşlər həmin vaxtı stadionda olan azarkeşlərin hamısı ayağa qalxdı, əl çaldı. Nə olsun, həyat Qarabağın azarkeşləri Xəzər azarkeş qədər ola bilməz. Ona görə ki, adi bir oyunda demək olar ki, Lənkəran stadionu tamamilə dolurdu. Və ora kimsə məcbur gəlmirdi. Əllərində Xəzər bayrağı olmana baxmayaraq durub qələbəni alqışlayırdılar. Xəzər Neftçi oyunu, həmin o səs, küy, o həvəs bugün çempionatda ikinci elə bir derbi oyun gözlər yoxdur. Amma əfsər olsun ki, indi bəzi səbəblərdən komanda hayatını dayandırdı. Xəzər qaytarmaq baxmayaraq ki, bu haqsızlıq olar. Ancaq mən haqsızlığı qəbul edib Xəzər Premier Liqaya buraxmağa hazıram. Həyat davam edir. Bilmək olmaz. Salam dəyərli Sport Info TV izləyiciləri, Sözüm Varın yeni buraxılışı ilə qarşınızdayıq. Bu dəfəki qonağımız Azərbaycan futbol sevərlərinə yaxşı tanış olan, futbola Neftçinin icraçı direktoru kimi gəlib, vitse-prezidenti kimi davam etmiş və 14 il Peşəkar Futbol Liqasının rəhbəri olmuş Ramin Musayevdir. Ramin, xoş gördük. Xoş gününüz olsun. İlk öncə studiyamıza gəldiyiniz üçün, verilişimizin qonağı olmaq təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm sizə. Sizi burada görmək xoşdur. Çox sağ olun. Siz də yada salmışsınız, saymısınız. Mənim də borcumdur sahib gəlmək. Təşəkkür edirəm. Elə vaxt itirmədən düşünürəm ki, keçək danışacağımız mövzular çoxdur, verəcəyimiz suallar çoxdur. 14 il Peşəkar Futbol Liqasının rəhbəri oldunuz. Azərbaycan futbolunu, ölkə çempionatının oyunlarını, ölkə kubokunun oyunlarını rəhbər kimi izləmək daha zövqlü idi, yoxsa Novxanada bağ evindən oturub izləmək? Novxanada bağ evində. O daha yaxşıdır. O daha rahatdır, daha yaxşıdır. Maraqlıdır, yaxşısı budur. Bəs çətinlikləri nədən ibarət idi rəhbər kimi izləməyə? Çətinlikləri Peşəkar Futbol Liqasının yarananda klubların sayı da yetərincə var idi və çempionluğa oynayan komandaların sayı daha çox idi. Həmin vaxtlar Bakı komandası, Karvan komandası, o vaxtki Inter komandası, bunlar hamısı iddialı çempionluğa və rəhbərlərlə elə oyundan sonra oyunun müzakirəsi bugün var baxır, o vaxt biz baxırdıq. Yəni oyunda bir dənə küncdən atma zərbəsinin səhv olmağına görə klub rəhbəri yanında da qoçuları ilə gələrlər PF ilə. Kiram müəllim, bu niyə belədir, o niyə belə oldu? Oturardılar, izah eləyərdik ki, elə döyüb belədir, rahatlaşıb gedərdilər. Yəni, oyundan sonra artıq oyuncular evlərində dincəlirdi, amma biz hələ müzakirə aparırdıq idarədə. Yəni, bunu mənimlə birlikdə işləyən işçilərim təsdiq edə bilərlər ki, dəfələrlə belə olur. Amma bugün nə zəng vuran yoxdur, nə narahat olan yoxdur. Oturub rahat oyunumu izləyirəm, baxıram, zövqümü alıram. Ramin, qeyd elədiniz, həqiqətən o dönəmdəki klublar, hətta bura Xəzər Lənkəranı, Qarabağı, Neftçinin o dönəmlərini güclü rəqiblər idi. Hər bir klubun başında böyük iş adamları dayanırdı. Heç də asan deyildi idarə eləmək. Necə öhdəsindən gəlirdiniz hər birini razı salmağı və maraqlıdır sizi ən çox incidən hansı klub və ya klub rəhbərliyi olurdu? Yox, incidən deməzdim. Ona görə ki, Allah bizə düşüncə verib, dil verib. Oturub izah eləyirdik, danışırdıq. Dəfələrlə olub, məsələ, Lənkəran komandasından da gəliblər. Hətta bir ara Lənkəran azarkeşlərinə demişdilər ki, Ramin Musayev Lənkəran komandasının çempion olmağını istəmir. Ancaq yalan söhbəti idi. Mən həmin vəzifə təyin olunandan sonra ilk görüşüm, ilk oyuna canlı baxmağım Xəzər Lənkəranda olubdu və heç vaxt unuda bilmərəm ki, mən stadiona daxil olanda azarkeşlər həmin vaxtı
stadionda olan azarkeşlərin hamısı ayağa qalxdı, əl çaldı. Mən onu itirə bilmərəm. Bir. İkincisi, mənim o xalqa, o cəmiyyətə çox böyük hörmətim var. Mən tələbə illərində də orada olmuşam. O, inşaat dəstəsi olan bir işimiz olurdu. Tələbə inşaat dəstəsi. Həmin vaxtı olmuşdum Astarada. Yəni o zonanın insanların qonaqpərvərliyini çox gözəl bilirdim, tanıyırdım və böyük hörmətim də var. Və həmin o hörmətimin sayəsində bilmirəm, bilirsiniz, bilmirsiniz, dünyada rekord vuran ilk həmin zonanın qız hakimi oldu. Səbail Qurbanova. Onu mənim tapşırığımla, mənim təkidimdən o qız ilk Premier Liqanı idarə edən hakim oldu. Yaxşı xatırlayıram. Bu, o xalqa olan hörmətimdən əmələ gəlir. Bir də ki, həmin vaxtı klubun rəhbərləri ilə çox gözəl münasibətim olub. İstər Mübariz müəllim olsun, istər Mais, istər Toyğun. Buradan hər birini salamlayıram, böyük hörmətim var onlara. Yəni, olurdu sözsüz ki, klubların narazılığı, elə ən çox azarkeşlik etdiyim Neftçi komandasının rəhbərlərindən də çox intriqamız olub həmin vaxtı. Komanda uzan kimi gəlirlər ki, siz uzdurdunuz. Böyük Hacıyevin də məşhur fikirləri vardı ki... Halbuki Böyük Hacıyevin o komandaya gəlməsində bir 70% də mənim əziyyətim olmuşdu. Nə olsun, həyat. Açıqlamanın birində bildirir ki, Ramusev Neftçinin dağılmağını istəyir. Arzusunda çatdı. Halbuki Ramusev bilir ki, Neftçini sevən şəxslərdən biri. Həmişə demişəm, hətta işlədiyim vaxtda da mənə sual verilib, demişəm, mən Neftçi azarkeşlik edirəm. Ona görə ki, uşaqlığımdan bu komandaya azarkeşlik eləmişəm. Mübariz müəllim, Allah ömür versin. Baxmayaraq, Lənkəran rəhbəri idi. Ona sual verildi ki, mən Neftçi azarkeşlik eləmişəm. Yəni, bu tanınmaz faktdır. Bu ədalət prinsiplərinin önünü kəsmirdi iş əsnasında. Təbii ki, hamının azarkeşlik elədiyi mütləq ki var, bölgə olaraq, klub olaraq. Ramon, əslində söhbətin gedişində biz mütləq Xəzər Lənkərana toxunacaqdıq, amma Azərbaycan futbolunda Xəzər Lənkəranın yeri özəldir, xüsusidir. Artıq söhbətə giriş eləyəndən biz Xəzər Lənkərandan danışmalı olduq, söhbət ona gətirdi. Həqiqətən o dönəmlərdə də bir açıqlamanız var ki, kimlərsə mənim Xəzər Lənkəran rəhbərliyi ilə aramdakı münasibətləri korlamağa çalışır. Maraqlıdır, kimlər idi bunlar? Ümumiyyətlə Lənkəran cəbhəsindən idi, yoxsa digər rəqiblərin cəbhəsindən idi? Dəqiqliklə bilsəydim cavabını verərdim həmin vaxtı, amma vallahi bilmirəm. Ancaq mənə elə gəlir ki, bəlkə də həmin vaxtı üzdə mehriban görüşüb, öz səhvlərini mənim boynuma atıb Mübariz müəllimin qarşısında bələt qazanmaq üçün ola bilsin ki, bir qrup rəhbəri, qrup çalışanlardan da ola bilərdi. Bu da ola bilərdi. Yəni, ehtimal belə görürəm. Ancaq Allahım şahiddir ki, yadınızdadır, mənim bir çıxışım var idi ki, Xəzər Lənkəranı qaytarmaq, baxmayaraq ki, bu haqsızlıq olar, ancaq mən haqsızlığı qəbul edib Xəzər Lənkəranı Premier Liqaya buraxmağa hazıram. Bəli, yaxşı xatırlayıram. Mən o sözümdə deməkdə də peşman deyiləm və məni tanıyanlar bilir ki, əgər elə bir hadisə olsaydı, mən ona həmin razılıq verərdim. Çünki Xəzər Lənkəranın azarkeşləri qədər və o komandanı dəstəkləyən azarkeşlər qədər səmimi azarkeşlik edən bizdə ikinci elə bir klub yoxdur. Baxmayaraq, bugün Qarabağın nailiyyəti Azərbaycan çempionatında olan klubların hamısından artıqdır. Ancaq Qarabağın azarkeşləri Xəzər Lənkəran azarkeşlik qədər ola bilməz. Sayca. O qədər ola bilməz. Ona görə ki, adi bir oyunda demək olar ki, Lənkəran stadionu tamamilə dolurdu. Bunun özü azarkeşlərdən və ora kimsə məcbur gəlmirdi. Yəni, elə klublar vardı ki, gedirdim oyuna, rəhbərin göstərişinlə müəllimləri, uşaqları gətirərdilər stadionu. Ancaq Xəzər Lənkəran elə şey yoxdur. Və həmişə də bilet pulla olubdu. Bəli, hətta məşqlərinə gəlirdilər. Bəli, məşqlərinə gəlirdilər. Yəni, elə bir azarkeşlərin komandasına mane olmaq ən azı vicdansızlıq olardı. Ramon, 2013-cü ildə açıqlamanız vardı ki, Xəzər Lənkəransız liqanın marağı olmaz. Artıq 10 ildir həmin Xəzər Lənkəran yoxdur. Nə dərəcədə çətindir?
Lənkəransız təsəvvür eləmək Azərbaycan Xəzər futbolu. Lənkəranın Neftçi oyunu həmin o səs, küy, o həvəs bugün çempionatda ikinci elə bir derbi oyun yoxdur. Deyirlər məsələ Qarabağ Neftçi oyunu, Sabah Qarabağ oyunu. Mən həmin devirdəki o maraqla izlənməyini görmürəm indi. Yenə deyirəm, biri var ki, göstəriş verilir, stadiona cəmaət gəlir. Bir də var ki, mən xatırınız yoxsa yox, mən də Neftçidə işləyirdim. 4-1 kubok oyunuydu. 4-3? Yox, o sonraki illərdə 2004-2005-də danışırsınız. Xəzər Lənkəran Bakıda biz qəbul edirdik Neftçi stadionunda, Türklərimov stadionunda. 14 min azarkeş gəlmişdi. Bəli, bəli. Yaxşı xatırlayıram. Bunun hansı komandanın azarkeşi olub o qədər? Ciddi təbliğat olmadan hətta. Bəli? Ciddi təbliğat olmadan azarkeşlər gəldi oyuna. Bəli, azarkeşi gəlmişdilər. Baxmayaraq ki, final deyildi. Qızıl oyunda Gəncə stadionunun 4-3-ü Xəzər Lənkəran azarkeşləri idi. 4-3-ü. Baxmayaraq ki, Xəzər Lənkəran onda neçə yaşı var idi? Yeni 2004-2005-də elə birinci mövsümü idi. Amma 4-3-ü Xəzər Lənkəran azarkeşləri idi. Bunun özü ondan xəbər verir ki, böyük azarkeş kütləsinə malik idi komanda. Amma əfsər olsun ki, indi bəzi səbəblərdən komanda fəaliyyətini dayandırdı. Həyat davam edir. Bilmək olmaz. Qızıl oyundan danışmışkən Rahman, o oyunu xatırlayanda daha çox yaddaşınıza düşən nələr olur? Maraqlıdır. Azərbaycan futbolunun şah oyunu adlandırmaq olardı oyunu. Maraqlı oyun oldu. Oyundan əvvəl Rəhmən dedi ki, Ramin, Xəzər Lənkəran rəhbərləri artıq Gəncədədirlər. Bütün azarkeşləri cəlb edir öz oyunlarına. Sən hələ buradasan. Deməli müəllim, oyunda kim yaxşı oynayacaq, azarkeş onu dəstəkləyəcək. Tələsməyək. Oyundan bir gün qabaq getdim. Həmin vaxtı Gəncə komandasının fan klubun rəhbəri Abbas idi, səhv etmirəmsə də. Sağ olsun, elə şəhərin mərkəzdə bizi qarşıladılar. Çox böyük dəstəklə, hörmətlə. Axşam getib oturduq, bir restoranda çörək kəsdik. Səhərsi günü sözsüz ki, maraqlı oyun idi. Birinci qolu Xəzər Lənkəran vurdu. Stadionun deyirəmdə 4-3 Xəzər Lənkəran idi. İkinci qolu biz vurduq və üçüncü qolda yenə bizim qələbə qolumuz olanda mən baxdım ki, Xəzər Lənkəranın formasında, əllərində Xəzər Lənkəran bayrağı olmana baxmayaraq durub qələbəni alqışlayırdılar. Yəni futbol sevinci idi. Bəli. Ondan gözəl nə ola bilər? Və çəkilişdən sonra yadıma salarsan, maraqlı epizod orada sonra danışarım. Olar, danışarıq. Amma bir qədər qayıdaq sizin futbol sferasından gedişinizə. Sağlamlığınızla bağlı açıqlama oldu, gedişiniz və sonraki açıqlamalarınızda da bildirmişdiniz ki, yeni çempionatın püşk atmasını biz keçirdik, amma çempionatın startına bir həftə qalmış getməli oldunuz. Bəlkə bir qədər açaq, niyə getdiniz və ya niyə göndərildiniz? Bir qədər detallara girə bilərik. Həyat daimidir, ömür müvəqqətidir. Heç kəs bir idarədə ömrünün sonuna qədər oturmur.